Salam, xoş gördük. Bu videoda konfigurasiyamızın əsas obyektləri ilə tanış olmağa davam edirik. Növbəti obyektimiz isə bu yığım registri. Registr накопления olacaq. Baxın, konfigurator ağacında da burada yerləşir. Registr накопления, yığım registrləri. İndi bu dəqiqə biz registr накопления obyektini hələ yaratmayacaq, yəni добавить etməyəcəyik. Gəlin birbaşa olaraq terminologiyaya keçək, yəni yığım registrin özünə də tərif verək. Yığım registri nədir? Yığım registri, yəni registr накопления bu konfigurasiyamızın digər obyektləri kimi platformamızın tətbiqi obyektlərindən biridir. Onlar, yəni bu registr накоплениyalar, hansılar ki biz platformada, konfigurasiyada yaradacaq və ümumiyyətlə onlar konfiguratorda yaradılır. Bu maliyyə resurslarının, malların, məhsulların, materialların və s. digər əməliyyatların hərəkətinin uçot mexanizmini təşkil edir. Biz burada bu siyahını, yəni ki, davam etdirə də bilərik. Yəni əsasən də bu mexanizm, yəni registr накопления, yığım registri, anbar uçotu, qarşılıqlı hesablaşmalar, planlaşdırma kimi sahələrin avtomatlaşdırmasına imkan verir. Yəni öz tərəfimdən də onu əlavə edə bilərəm ki, rahat şəkildə əslində yığım registri, yəni registr накопления elə bir alətdir ki, onsuz heç bir normal uçot sistemini qurmaq mümkün deyil. Hətta anbar uçotu belə, sadə belə anbar uçotunu götürsək belə, registr накопления, yəni bu yığım registrləri olmadan mümkün deyil. Yığım registrləri istənilən uçot sistemi qurularkən istifadə ediləcək vasitədir. İndi isə gəlin bu obyektimizi təhlil etməyə başlayaq, yəni daha yaxından tanış olaq onunla. Digər obyektlərimizdə olduğu kimi mouseumuzun sağ düyməsini klikləyirik. Yəni registr накопления obyektini, yəni bu konfigurator ağacında seçib sağ düyməni sıxıb добавить, əlavə et düyməsinə sıxırıq. Və qarşımıza bundan qabaqki dərslərdə keçdiyimiz digər obyektlərdə olduğu kimi onun da idarə etmə, sazlama, belə ayarları olan pəncərəsi qarşımıza çıxır. Fikir versəz, burada da digər obyektlərdə olduğu kimi standart bölmələri, yəni registr накопления üçün də mövcuddur. Gəlin burada əsas данные bölməsinə keçək. Yəni ki, məlumatlar bölməsinə. Ümumiyyətlə yığım registrlərində, yəni bu registr накоплениyalarda saxlanılan bütün məlumatlar bu cür sahələrə yazılır. Yəni bir növ bu cür sətirlərə əlavə eləyir. Yəni ki, əgər bir cədvəl kimi yığım registrini təsvir etsək. Bunlar izmireniya, yəni rus dilində onların adları və resurs, yəni ölçülər və resurslar. Bütün məlumatlar bu sahələrə yazılır. Məsələn, gəlin hətta burada ölçü olaraq, yəni izmireniya olaraq anbarı götürək və добавить eləyək. Sağ düyməni yenə eyni qaydada klikləyirik və добавить üzərinə menüsünü seçirik və belə izmireniya olaraq gördüyünüz kimi bir rekvizit, yəni ölçüm adı kimi biz indi Azərbaycan dilində bunu qeyd eləyərik, ancaq rus dilində izmireniya. Onun da adını anbar qoyaq. Fikir verirsinizsə, bütün digər obyektlərdə olduğu kimi bütün bu sazlamalar, ayarlar, rekvizit olsun, istər bu yığım registrlərindəki izmireniyalar olsun, eyni qaydada sazlanır, adları təyin olunur, sinonimləri təyin olunur, tipləri təyin olunur. Yəni bir obyekti öyrəndikdən sonra digər obyektlərdə də eyni funksionaldır. Yəni ki, eyni şəkildə sazlanırlar. Adını qoyuruq anbar, sinonim də anbar olaraq qalsın. Artıq gəlin baxaq, bizim spravочникlərdə anbar var. Görürük ki, xeyr yoxdur. Və bunu da sətir şəklində qoyarıq. Yəni ki, bu straka tipində. Əgər spravочникimiz gördüyünüz kimi burada nomenklatura var, anbar da olsaydı onu tip olaraq təyin edə bilərdik. Sətrin də uzunluğu elə 10 da qalsın bu şəkildə. Həm də indi bu dəqiqə biz anbar qeyd etməyimizdə də məqsəd odur ki, çox sadə misallarla, yəni ki, izah edək, bunu dərhal anlaşılsın bizə. İndi bir dənə də resurs əlavə eləyək. Məsəl üçün bu resursumuzun da adını miqdar qoyaq. Bu resursumuzda da miqdar, yəni say təyin eləyək. Tipi də çislo olaraq qalsın. Heç bir şeyə əl vurmuruq. İndi hal-hazırda etdiyimiz bu əməliyyatlardan da görürsüz ki, yəni sadə formada desək, yığım registrindəki yazılar, yəni əlavə olunan məlumatlar həmişə iki hissədən ibarət olacaq. Bu da nədir? Ölçü, izmireniyalar və resurslar. Bu nə deməkdir? Yəni bunu anlayaq da, bu niyə görə izmireniyadır, bu resurs nəyə lazımdır və yaxud da burada göstərək bizi. Düzdür, biz bu haqqda gələcək dərslərimizdə daha dərindən kodlaşdıranda, proqram kodu yazanda daha ətraflı öyrənəcək. Ancaq sadəcə indi də mövzunu anlamaqdan ötürü onu qeyd edək ki, yəni burada izmireni resurs o deməkdir ki, müəyyən bir anbarda konkret bir
resurs saxlanır. Yəni onun sayı, miqdarı. Yəni resurs dedikdə nədir? Yəni ki, bir dənə də indi biz izmireniya əlavə eləyək ki, tam anlaşılsın. Yəni ambar bizə burada kifayət eləmir. Çünki ambarda nəyin qalığıdır, miqdarıdır, sayıdır. Onun üçün gəlin bir dənə də ölçü, yəni izmireniya nomenklatura. Bir saniyə. Burada yazırıq nomenklatura. Sinonimdə qalır. Tipi isə burada görürük strakadır standart olaraq. Ancaq bizdə gəlin baxaq spravочникlərin içində görürük ki, nomenklatura spravочникimiz var. Bu səbəbdən də biz rahat şəkildə gəlib bu obyektimizin, yəni nomenklaturanın tipini straka deyil, sırf bu nomenklaturanı seçə bilərik. Açırıq buradan nomenklatura və OK düyməsinin üzərinə sıxırıq. Nomenklaturamız da yəni ki, əlavə olunmuş oldu. İndi hal-hazırda biz daha dəqiq desək, baxın, bizim burada anlayacağımız odur ki, hər hansı bir anbarda müəyyən nomenklaturanın, baxın, bu resursda bir növ miqdarı təyin olunur. Yəni bizim izmireniyalarımız, ölçümlərimiz, anbarların, baxın, ya qalığı, məsələn, nomenklaturanın qiyməti, sayı, baxın, bu şəkildə bir-biri ilə əlaqə yaranır. İndi bu şəkildə deyirəm, biraz ola bilər ki, aydın olmasın. İndi bunu daha ətraflı biraz keçsin qeyd eləyəcəm sizə. Prosta sadəcə olaraq gəlin ilk əvvəl bu registrimizi tam yaradaq. Buradan keçirik основной əsas bölməyə və burada registrimizə ad veririk. Çünki bizdə, yəni platformada, konfiquratorda bir neçə yığım registr ola bilər və onların bir-birindən fərqləndirilməsi vacibdir. Gəlin burada bu registrimizin adını qalıqlar qoyaq. Rus dilində belə desək, qalıqlar. Ostatki. Azərbaycan dilində də bunu yazarıq. Qalıqlar. Sinonimdə də dəqiq Azərbaycan, yəni hərflərindən istifadə edərək qalıqlar yazar. Və yaxud da daha dəqiq belə malların qalığı yazar. Malların ya da məhsulların qalığı fərq etmir. Nə istəsəz yaza bilərsiniz. Mən malların qalıqları qoyuram. Bu registr nakopleniyamızın adını. Sinonimdə olaraq burada qeyd edək. Və əsas bölmədə bu ad ilə sinonimlə yanaşı aşağıda biraz fikir versəniz, burada vid registra, yəni bizim yaratdığımız bu registr nakopleniyanın vidin növü, registrin növü belə bir sazlama bölməsi var. Burada da 2 dənə dəyər var, yəni seçmək üçün sazlama var. Ostatki, оборот, qalıqlar və dövriyə. Bu haqqda biraz sonra danışacağam və demək olar ki, hal-hazırda biz kifayət qədər, yəni lazım olan ayarları öz registrimiz, bu registr nakopleniya yığım registri üçün təyin etmiş olduq. Gəlin indi bir dənə kiçik slayd açacağam, məsələni tam başa düşmək üçün. Baxın, bizim hal-hazırda təyin etdiyimiz, yaratdığımız bu registr nakopleniya, burada icra etdiyimiz və təyin etdiyimiz sazlamaların nəticəsində bizdə bu cür cədvəl alınır. Burada indi fikir verin, rus dilində də hal-hazırda, yəni belə izah edəcəm. Registr nakopleniya ostatki tovarı. Biz hal-hazırda həmin bu malların qalıqları yığım registri obyektini yaratdıq. Bu da bu şəkildə cədvəl olur. Onun fikir versə, izmireniya bir sütunu və resurs. Burada izmireniya bizdə nə idi? Təyin etdiyimiz kimi. Baxın, danlı bölməsi, anbar nomenklatura və resurs olaraq da miqdar. Bu şəkildə də, yəni cədvəldə görürsüz. İzmireniya olaraq, yəni ölçüm olaraq sklad nomenklatura və resurs olaraq da количество. Bu tip yığım registrləri harda istifadə olunur? Məsələn, mallar və xidmətlərin qəbulu, yəni alış sənədləri, hansı ki biz artıq hətta öz konfiquratorda malların və xidmətləri alışı sənədini də yaratmışdıq. Baxın, bu sənəddə biz sırf həmin bu registr nakopleniyanın bu cədvəlini, yəni ki, istifadə edə bilərik məlumatları əlavə etmək üçün. Həmçinin də baxın, bu registr nakopleniyalarla, bu yığım registrləri ilə biz əvvəlki dərslərimizdə əgər baxmamısınızsa, baxın bu sənədlərlə bağlı, orada sənədlərin təsdiqlənməsi, provideniyası, yəni keçirilməsi anlayışı keçmişdik. Baxın, həmin bu yığım registrləri də o sənədlərin təsdiqlənməsi, yəni keçirilməsi ilə də sırf bağlıdır. Hətta gəlin istifadəçi rejimində bir açaq, bunu daha yəni şəkildə görək. İstifadəçi tərəfdə keçirik uçot alt sisteminə. Burada da malların, xidmətlərin alışı. Artıq biz bunu əvvəlki dərslərimizdə etmişik, yaratmışdıq bu sənəd. Fikir verin, provisti, yəni bu keçirməyə nə edirdim? Sənədin təsdiqləməsi. Baxın, bu provisti. Həmin bu registrin yaradığımız registr nakopleniyası ümumiyyətlə bu məhsulların qalığı indi hansı ki biz yaratdıq konfiquratorda. Baxın, bu sırf bu provisti ilə, yəni
Yəni sənədlərin bu keçirilməsi, təsdiqlənməsi ilə bağlı olan bir element obyektdir. Yəni ki, bu sənədin, yəni ümumiyyətlə sənədin hansı ki bu yığım registrinə bağlı olacaq, keçirilməsi, təsdiqlənməsi zamanı biz yığım registrinə yazı, yəni məlumat daxil edirik. Tutaq ki, bizim əvvəlki dərslərimizdən nümunə gətirək. Bizdə bir nömrəli ambar var və həmin ambara şkaf adlı məhsulun daxil olması. Burada bizdə sklad həmin bir nömrəli ambarımız olacaq. Nomenklatura isə həmin qeyd etdiyimiz şkaf. Miqdar da ola bilər 2, 1 yaxud da 5 fərq etmir. Və bu da həmin resursda onun daxil olma, neçə ədəd daxil olubsa, yəni sənəddə say nə qədər göstərirsə, həmin bu resurs məlumatına, yəni bu bizim registrin, yığım registrimizin resursuna, yəni ki qeyd olunacaq. Beləliklə indi bizə daha dəqiq aydın oldu ki, sənədlər vasitəsilə, yəni bu dokumentlər vasitəsilə yığım registrinə, yəni registr nakoplenyalara, baxın bu registr nakoplenyalara məlumat və yaxud da yazı, indi rus dilində zapis, yəni bu məlumat əlavə olunur bir sözlə. Və sənədlərdəki keçirilmə, təsdiqlənmə sözlərin də məğzi məhz bu idi, hansı ki biz əvvəlki dərsimizdə qeyd etmişdik. Yəni o diviziyoniya, o hərəkət, o təsdiqlənmə bu yığım registrindəki dəyişiklik deməkdir. Bunu yadınızda saxlayın. Biri var sənəd sadəcə yazılır, zapis olunur, misal üçün. Və yaxud da sənədin digər əsas o təsdiqlənir, provesti olunur. Bu həmin hərəkət bu yığım registrindəki dəyişiklik deməkdir. Bu ya daxil olma ola bilər, ya da ki çıxış, yəni ya üstə gələr, toplanar və yaxud da çıxılar, mənfi olar, azalar. Yəni ki, daxil olmalar qeyd etdiyimiz kimi bu yığım registrinə olunan əlavələr. Amma biz eyni ilə də gələcəkdə başqa bir sənəd yaratsaq, məsələn, satış sənədi və yaxud da yer dəyişmə sənədi. Həmin sənədlə isə əks hərəkət eləyə bilər. Yəni yığım registrimizdə kolичество artmayacaq, çıxılacaq. Yəni, məsələn, qeyd etdiyimiz kimi bizim indi ambarımız var və ora şkaf daxil olmuşdu. Biz bunu təchizatçıdan almışdıq. Sonra da onu satdıq. Bu isə həmin bu registr nakoplenyadan o çıxış sənədi, realizasiya, satış sənədi ilə bu malın, yəni ki biz ambardan çıxardırıq, kolичествоsu azalır. Bu halda, yəni ki resursdan çıxma baş verir. Yəni azalma baş verir. Bu indi real olaraq bizdə bu resurs miqdar adlanır. Miqdardan bir növ azalır. Beləliklə burada bir məsələni də qeyd eləyə bilərik ki, yığım registrləri, yəni bizim bu registr nakoplenyalarımız yalnız qalıqları saxlamır. Həm də bu qalıqlar üzərində əməliyyatlar aparmağa imkan verir. Yəni artırır və yaxud da azaldır. Yəni qeyd etdiyimiz bu hal onun, yəni ki bu registr nakoplenyanın, yığım registrinin funksiyası və tətbiq sahəsidir. İndi isə gəlin bu malların qalıqları ki biz bu adda yığım registri yaratdıq, onu daha da detallı şəkildə araşdıraq. Baxın, burada bir bölmə var, registrator. Yəni aradan qoyum sizi çaşdırmaz. Baxın, bizim bu registr nakopleniya idarə etmə pəncərəsində registrator adlı bölmə var. Və burada görürsüz ki, malların və xidmətlərə alışı sənədi avtomatik olaraq platforma tərəfindən bu siyahıda bizə göstərilir. Hal-hazırda bir dənə sənəd olduğuna görə biz ancaq bunu görə bilirik. Başqa sənədlərimiz olsaydı, biz burada onları da seçmə imkanımız olardı. Baxın, həmin bundan qabaq ki danışdığımız məsələ, baxın bu sırf bu idi. Yəni ki, indi hal-hazırda gördüyümüz bu registrator, bu nədir? Qeydiyyat. Yəni ki, bizim bu məlumat registrimizdə, üzr istəyirəm, yığım registrimizdə malların qalıqları adlı bu registr nakopleniyamızda ona təsir edəcək, onda dəyişikliklər edəcək, ona qalıq əlavə edəcək və yaxud da çıxacaq. Bunların qeydiyyatını aparan sənədlər buradan təyin olunur. Və biz burada tutaq ki, məsələn, bu malların və xidmətlər alışı sənədini seçirik. Bu da o deməkdir ki, biz bu işarəni qoyduqdan sonra bizim bu sənədimiz yığım registrimizdə, yəni bu malların qalıqları registr nakopleniyasında registrator olacaq. Qeydiyyatı aparan sənəd olacaq. Yəni bizim bu yığım registrimizə təsir edəcək bir obyekt olacaq. Gəlin indi də baxaq görək yığım registrləri ilə bağlı daha nələri bilməliyik. Bu da odur ki, əvvəla bu registrdə, yəni yığım registrlərində saxlanılan məlumatlar və əsasən də bu resurslarda məlumatlar rəqəmsal olur, say tipində olur. Yəni ki, bu resurslara, gəlin hətta konfiquratorda göstərək. Bizim bu resursa da fikir verdiksə biz ona miqdar
adında bir növ rekvizit əlavə elədik. İndi biz buna bu registrlərə görə resurs və yaxud da izmireni deyirik. Onları rekvizit adlandırmırıq. Ölçü və resurslar. Yəni rəqəmsal o mənada dedik ki, yəni rəqəm tipində resurslar fikir versən miqdar sayılır. Ya bu artır, əlavə olunur və yaxud da azalır, çıxarılır. Yəni ki, çıxarış olunur. Miqdar azalır. Yəni başqa sözlə desək, bu cür registrə qeyri-rəqəmsal, yəni rəqəm olmayan və ya ümumi informasiya daxil etmək mümkün deyil. Yəni misal üçün, bu gün mağazaya getdiyim belə bir fəaliyyət, aktivlik, sabah bazara getdim. Belə tipli qeydlər bu yığım registrində bu haqqda məlumatlar yığılmır. Yığım registrlərində məlumat nədir? Yəni əməliyyat nədir? Ya çıxma, ya toplama. Bu da resurslarda o təyin olunan rekvizitlərə yəni əlavə edilir və yaxud da çıxarılır. Burada yəni ki, sadəcə rəqəmlərlə ifadə olunan resurslar üzərində əməliyyatlar aparılır, toplama, çıxma və s. Yəni gələcəkdə elə bir əməliyyat ola bilər ki, vurma ilə, bölmə ilə hesablana bilər. Yəni riyazi, rəqəmsal əməliyyatlar. İndi isə gəlin yenidən bu registrator məsələsinə qayıdaq. Siz artıq bilirsiniz ki, sənəd, məsələn, baxın bu malların alışı, malların və xidmətləri alışı bizim registrimizə əvvəlcədən qeyd etdiyimiz kimi yazı, yəni məlumat əlavə edir. Amma burada vacib bir məqam var. O da nədir? Yığım registri ilə, bizim indi bu registr nakopleniyamız ilə registrator, yəni sənəd arasında çox ciddi əlaqə var. Məsələn, əgər siz götürüb bu sənəd yaratdığınız sənəd, məsəl üçün sənədi keçirdiniz, provizdə etdiniz. Sənədi tutaq ki, silsəz, onunla birlikdə, yəni sənədin silinməsi ilə birlikdə, yəni bazadakı hansı ki malları xidməti alış sənədi var, onu silsəz və bu həmin sənədin təsdiqlənməsi ilə əlavə olunmuş bütün yığım registrində olan yazılar, məlumatlar tamamilə silinəcəkdir. Və yaxud da siz sənədi keçirsəz, yəni provizdə eləsəz, təsdiqləsəz, bu zaman registrə məlumat əlavə olunacaq. Və yaxud da onu keçərsiz eləsəz, yəni sadəcə zapisat, yadınıza gəlirsə, əgər sənədlərlə bağlı videomuza baxmamısınızsa, orada baxsaz, orada biz qeyd etmişdik ki, sənədin zapisat, yəni sadəcə yazmaq olar, bazada yaddaşına. Bir də keçirmək, yəni ki, provizdə etmək, təsdiqləmək. Əgər sadəcə yazı kimi də vəziyyətinə gətirsəz, yəni o sənədin təsdiqlənməsini keçərsiz etsəz və bu zamanda bu bizim yığım registrimizdə o məlumatlar olmayacaq. Və çox halda da tipovoy konfiquratorda ola bilsin, lap sizin öz yaratdığınız konfiquratorlarda gələcəkdə siz bu zapisat olunan sənədlərin yığım registrlərində heç bir məlumatı qalmayacaq. Yəni ki, silinəcək. Əgər onun atmena provedения, yəni təsdiqlənməsi ləğv olunsa, sadəcə yazılmış şəkildə, yəni zapisat olsa, məlumatlar da yığım registrindən silinəcək. Yəni ki, malların qalığına dair ambardakı mal sayına aid olan məlumatlar sistemdən yox olacaq. Əgər sənədin təsdiqlənməsi ləğv olunsa. Yəni bu səbəbdən də qeyd etmək istərdim ki, sənəd və yığım registri çox sıx bağlı obyektlər. İndi gəlin bu yığım registri ilə bağlı, yəni dərsimizin bu hissəsinə qədər aid olan hissədə keçək ən belə son əsas mühüm məsələyə toxunaq. Bu основной bölmədə əvvəlcədən qeyd etdiyimiz kimi bu vid registra. Burada vid registra sazlanması ayarı, yəni siyahısını açaq və görür ki, yığım registrinin iki növü ola bilər. Bu ostatki, qalıqlar və обороты, yəni rus dilində, Azərbaycan dilində isə dövriyə. Bəs bu nə deməkdir? Əgər siz qalıqlar, indi hal-hazırda görürsüz ostatki seçilib standart olaraq. Bu növü seçsəz, o zaman bizim yığım registrimizə əlavə olunan məlumatlar ilə həm mövcud vəziyyəti, yəni qalıqları, həm də ki dəyişiklikləri, dövriyyəni də özündə saxlaya bilər. Yəni ambarda tutaq ki, nə qədər mal qalıb, yəni ostatki qalıq var və indi ostatkini əgər seçmisinizsə, bununla yanaşı qalıqla yanaşı və bu miqdar necə dəyişib, nə qədər məhsul daxil olub və nə qədər çıxarılıb onu da görə biləcəksiniz. Lakin əgər siz bu yığım registrimizin, registr nakoplenyanın növünü обороты seçsəz, bu zaman sadəcə dövriyyəni görə biləcəksiniz. Yəni yalnız dəyişiklikləri, yəni sadəcə yığım registrimizdə hərəkətlərlə bağlı, yəni sənədimizin bu yığım registrinə əlavə etdiyi toplama və çıxma əməliyyatlarını, qalıqları görə bilməyəcəksiniz və bu yığım registrinə funksional olaraq qalıqları əldə edə bilməyəcəksiniz. Bu səbəbdən də çox zaman biz özümüz də və tipovoy konfiqurasiyalarda da ADNS-in bir
AWS şirkətinin konfiqurasiyalarında çox zaman əksər yığım registrlərində ostatki, bu qalıqlar növünü seçirlər. Yaxşı, indi biz belə bir sual da verə bilərik ki, bəs yığım registri ümumiyyətlə bizə nə verir? Gəlin bu suala da cavab verək. Bunun üçün onun necə işlədiyini, yəni başa düşmək lazımdır. Yəni biz də indi bu qeyd etdiklərimizdən anladıq ki, bu registr resursların hərəkətini, yəni bizdə nə idi resurslar? Bu ambar da ola bilərdi, nomenklaturada və s. Bu resursların hərəkətini və vəziyyətini izləmək üçün nəzərdə tutulub. Yəni gəlin danlı bölməsinə baxaq. Yəni ambarda qalıqların sayı və bu ambarda olan nomenklaturaların sayının artımı, azalımı, bütün bu dəyişikliklər. Yəni bu hərəkəti və vəziyyəti izləmək üçün nəzərdə tutulmuş bir obyektdir və qeyd etdiyim kimi, yəni bu obyektsiz ümumiyyətlə uçot sistemini qurmaq mənasızdır, yəni çox çətindir. Və yaxud da heç qurmaq belə qeyd eləyək ki, mümkündür. Mütləq vacib obyektlərdən biri. Yəni misal da olaraq tutaq ki, ay ərzində bizə müxtəlif mallar daxil olur, yəni anbarımıza. Və biz bu registr nakapleniya vasitəsilə indi ostatki qoymuşuq, tutaq ki, misal üçün. İndi ayın sonuna nə qədər malın gəldiyini və nə qədər mal çıxdığını və hal-hazırda nə qədər qalığın olduğunu birbaşa bu yığım registrinə rahat şəkildə ona registratoru olan sənədlərin hərəkətləri, yəni təsdiqlənməsi nəticəsində əlavə olunmuş məlumatlardan götürə biləcəyik. Yəni yığım registri də bu əlavə olunan məlumatları özündə həm saxlayır və nəticələri avtomatik olaraq hesablayır. Yəni bu obyekt bizə çox rahatçılıq verir. Yəni biz sıfırdan proqramçı olaraq belə bir obyekti yaratmırıq. 1S platforması bizə bu obyekti təqdim etmiş olur. Yəni işimizi asanlaşdırıb. Sadəcə olaraq biz indi müəyyən mənada gələcək dərslərimizdə də görəcəksiniz, proqramlaşdırma ilə, kodla müdaxilə edəcək. Ancaq gördüyünüz kimi bir dənə kod belə yazmadan biz artıq ambarda malların qalıqları adında bir yığım registrimizdə yaratdıq. Yəni qeyd etdiyimiz kimi, yəni bu məlumatları yığır, saxlayır və nəticələri hesablayır. Biz də sadəcə hesabatı quracağıq və bu hesabatda aylıq yekunu da görə biləcəyik. Məsələn, ay ərzində bizə nə qədər miqdarda və bu qədər dəyərdə də mal gəlir. Bütün bu məlumatlar artıq yığım registrində, yəni bu registr nakapleniyada avtomatik saxlanıb və hesablanmış olacaq. Yəni dərsimizin bu hissəsinə qədər, yəni bu qeyd etdiklərimiz məncə kifayətdir. Yəni çox dərinə girməyək, yüklənməyək, çünki sonra bizə çətin olmasın. Yəni indi özünüz də görürsünüz ki, heç bir çətin bir şey olmadı. Yəni dərsə diqqətlə, yəni video diqqətlə baxdıqsa, özünüz də gördünüz ki, yəni yığım registrinin təyinatı nədir, izmireniya nədir, resurs nədir, bunun vid registri, yəni yığım registrinin növü nə deməkdir, ümumiyyətlə bunun təyinatı nədir anlamış olduq. Yəni bu obyektlə tanışlıq mərhələsini indi yekunlaşdırırıq və praktiki hissəyə misal üçün keçəcək. Yəni proqramlaşdırma zamanı bütün bunları tətbiq edəcəyik. Beləliklə indi bu dərsi yekunlaşdırıram. Yəni inşallah ki, bu dərsimiz də faydalı olar hamımıza və həmişəki kimi videonun sonunda sizlərdən videonu bəyənməyi, kanala abunə olmağı, nə sualınız varsa, iradınız, fikriniz, rəyiniz varsa videonun kommentariya bölməsində qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.